Bugün bu videonu çəkib bu mövzuya son qoymaq istəyirəm. Çünki mənə deyirlər ki, sən blogersən, sən hər şeyi olduğu kimi çəkmirsən. Gülü çiçəyi nəyə çəkirsən, biz gülü çiçəyi neyinirik? İndi açıqlama verəcəm sizin üçün. Gəlin göstərirəm. Baxın dostlar, burada kafelimiz qırılıb. Görürsünüz? Neyniyim? Kafel qırılıb. İndi bura hamısı belə qəşəngdir. Bir dənə bu kafel qırılıb. Buna götürüm video çəkim. Video çəkim ki, pisdir, mənim evimin burası belədir. Nə bilim, divarın bəlkə burasında bir çat var, ya bu daş düşüb. Götürüm bunu çəkim. Bu kafeli də özdə mənim uşağım qırıb ha özdə. Çəkiclə vurub qırıb. İstəyirsiniz onun bu tərəfdə sübudunu da göstərim ki sizə. Baxın, burada çəkiclə vurub. Çəkiclə. Yoxsa durduq yerdə kafel qırılmaz. Baxın, çəkicin izləridir. Çəkiclə vurub qırıb. İndi mən bunu çəkim göstərim sizə. Yoxsa bu bağımdakı gülləri çəkim göstərim. Bizi ancaq Azərbaycan xalqı izləmir. Bilirsiniz ki, bizi düşmənlərin mediası da izləyir. Onlar da baxır. Bir mənfi bir video axtarırlar ki, onu paylaşsınlar, gündəmə gətirsinlər. Niyə mən bu gözəllikləri çəkib paylaşmayım? Bir kafel qırılıb da. Güya hansısa evdə, ya Bakıda, ya hansısa rayonlarda tikilən bu evlərdə, tutaq ki, ev tikib, insan özü tikib evini. Heç nə olmur güya. Daşı da qopar, aboyu da qopar. O dəfə bizim evin aboyu qopmuşdu. Getdim, aboyu aldım, gətirdim. Yoldaşım yapışdırdı, qutardı, getdi. Yəni 20 manatlıq, 50 manatlıq bir xərcə görə bu boyda evi, tikilən bu boyda evi, baxın, yay balkonu var, yanında qış balkonu var. Bu boyda tikilən evi heçə görmək olar sizcə? Evin 11 dənə sütun bünövrəsindən betonla tikilib. 11 dənə sütun. Evin üstü də betondur, altı da betondur və bu evlər imenli bu ağalıda tikilən bu evlər, bax məlumatı olmayanlar var. Mən onlar üçün deyirəm, bax bu videonu onlar üçün deyirəm ki, çəkirəm ki, qoy bilsinlər. Bu evlər elə belə adi hörgü daşı ilə tikilməyib. Xüsusi izolyasiyalı daşla tikilibdir. Yəni adi daş deyil, sıradan daş deyil. Elə daşla tikilib ki, qışda evlər çox isti olur, yayda da sərin olur. Buradan, burası biraz qopmuşdu, sıvaq, bunu təzədən sıvadıq. Yəni, nə olub ki, hər şeyi bəyəm, çəkib paylaşaq. Valla burada 2 otaqlı balaca bir ev tiksəydilər də, biz gəlib burada yaşayasıydıq. Burada, nə bilim, mən necə sizə ifadə eləyim? Bəyəm, lüks yerlərdən çıxıb gəlmişik ki, bura indi belədir, bunu biz bəyənməyək. Divarda bəlkə hardası, bax, qoy çəkim göstərim. Bu evlər üstü də betondur, altı da betondur. Divarın burası belədir. Mən bunu çəkim göstərim. Mənim tək həyətim belə deyil. Valla mənim qonşularımın, burada 99% insanın həyəti o qədər gözəldir. Əkirlər, becərirlər. Baxın, bu mənim qonşumun həyətidir. Güya Bakıda hamı rahat yaşayır, tıxac, insanlar bəzən iş tapa bilmir, gedir Bakıda kiraya qalır, min bir əziyyətlə, bir qarın yeməyə insanlar işləyir, çalışır. Yəni deyirəm, o bir qarın yeməyi biz burada da çıxarda bilərik də. Valla video çəkmək, pisləmək çarə deyil, yol deyil. Ondansa bir yol axtaraq, görək kənd həyatında kəndçilər necə dolanır, necə dolanmaq olar. Yəni o yolu tapaq. Yəni burada heç kim hələ acından ölməyibdir ki, elə mənfi videolar o dərəcədə mənfi videolara reaksiya verirlər. Hamı elə bir ki, gözləyir ki, bir mənfi video gəlsin, o mənfi videonu çəksin, paylaşsın. Valla mən bu torpağa keçən dəfə də demişdim. Bağa baxırsan bağ olur, baxmırsan dağ olur. Bu torpağa baxmasan, bax elə belə quru torpaq olaraq da qalacaq. Bax, köçmək istəyənlər də çoxdur. Onların da haqqını yeməyək ki, məcburi köçkünlər getmək istəmir. Valla gəlmək istəyirlər. Hər kəs öz torpağına köçmək istəyir. Valla şəhid ailələri izləyir, baş əyirəm onların qarşısında. Hansısa video onları incidibsə, onların yerinə mən üzr istəyirəm sizdən. Mən üzr istəyirəm. Çünki bilirəm ki, siz o videolara baxanda necə pis olursunuz. Ki, mənim balam orada şəhid olub, gedib oranı pisləyirlər. Valla mən heç vaxt pisləmərəm. Daşım da burada qopsa özüm düzəldərəm. Aboyum da qopsa düzəldərəm. Nə bilim, pəncərəm də qırılsa düzəldərəm. Mənim evimdir də, burada kim düzəltməlidir ki? Mən burada yaşayıramsa, bu mənim evimdir. Buranın mənfisi ilə, düzü ilə, pisi ilə, yaxşısı ilə mənim evimdir. Nə olsa mən düzəltməliyəm. Mənim borcumdur düzəltmək. Amma asant gəlməsin. Valla bu ev 4 otaqlıdır. 2 dənə sanuzeli var evin içində. Yəni o bir dənə də ola bilərdi də. Amma orasına qədər fikirləşilib, düşünülüb. Yəni siz nəyi demək istəyirəm? Heç olmasa bax bu yaxşı tikilənə, dəyər verilənə, əziyyət çəkilənə biz də qiymət verək. Elə hər şeyi pisləməyək də, nə olar? Pisi heç olmasa pisləyin, amma yaxşını da pisləməyək də. Biz axı elə xalq deyilik. Biz əziyyətə, zəhmətə qiymət verən xalqıq.
heç olmasa yaxşıya yaxşı deyək. Mən burada reallıqları çəkib paylaşıram və mənim kimi insanlar burada yüzlərlə var. Hamısını da yavaş-yavaş çəkib göstərəcəm ki, sizə insanlar necə dolanır, necə yaşayır. Yəni buradakı insanlar da çox əziyyət çəkir. Mən özüm ali təhsil almaq üçün o qədər böyük əziyyətlər çəkmişəm. Valla o qədər əziyyətlərlə böyümüşük, çətinliklərlə böyümüşük. Rahat keçməyib uşaqlığımız. Mən kənd həyatı görməmişəm. Mən Bakıda böyümüşəm, amma çox əziyyət çəkmişik. İndi şükür Allaha, evimiz, yuvamız var, başımız soxacaq bir yuvamız var, bir həyətimiz var. Buranı gözəlləşdirməyə çalışıram, bir gözəl iş görməyə çalışıram. Nə olar, buna başqa bir ad verməyək.